Sadəcə Türkçə dəynət vəqfi başlı Hüseyin hazırlaşan şagirdlər bu cüzsinə biz 2025-ci ildə qəbula düşmüş bir sorunun izahına baxacağıq. Başlayaq. AF və C-yə tənbölən AB 11, EF 2, BC 6, CD 8, AD-nin uzunluğunu istəyir bizdən. Bu hissi x deyə bilərik. İndi bizdə AB oldu 11, EF 2, BC 6, CD 8. Biz Pifagordan geçsək, burada olacaq BD 10. BE'nin ED'yə nisbəti buradan bunlar tənbələn olduğuna görə C'yə və AF 3-ün 4'ə kim olacaq? Buradan da yəni bu 7K bizim bu ümumi hissəmiz odur axı. 7K bərabərdir 10, K-nı taparıq 10 bölünsün 7. İndi bunu biz belə yaza bilərik. 11 bölünsün. Yox, daha doğrusu belə yox deyil. BF-nin FD-yə nisbəti bərabər olar 11-in AD-yə nisbəti. İndi BF-ni 3K plus 2, FD-ni isə 4K çıxılsın 2 kimi yaza bilərik. Buradan da K-nı yerinə qoysaq 11 bölünsün 7'də 30 plus 2 bərabər olacaq x bölünsün 7'də 40 çıxılsın 2. Buradan olacaq bu hissə 11 bölünsün 7'də 44 bərabərdir x bölünsün 7'də 26. Biz burada belə bir iş görə bilərik. Bu kəsin sürətini ümumi kəsin məxrəci kimi edə bilərik. 7 vurulsun 11 bölünsün 44 bərabər olacaq 7x bölünsün 26. 4 bundan bu gedər. 4x bərabərdir 26, x bərabərdir 6 tam 10'da 5. C variantı. Əgər sual və izahı bəyəndinizsə kanala abunə olub video bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.